Bugün biz prostat vəzini xəstəlikləri haqqında söhbət aparacağıq və qonağımız uzman uroloq Elbəyə Daşdəmirlidir. Xoş gəlibsiniz, doktor. Təşəkkür edirəm dəvət üçün, xoş gördük. Doktor, çox maraqlıdır. Ümumiyyətlə, prostat vəzninin ən sıx rast gəlinən xəstəlikləri hansılardır? Öz təcrübənizə görə. Prostat vəzninin ən sıx 3 qrup xəstəlikləri var adətən. Prostat vəzninin soyuqlaması, iltihabı, prostatit dediyimiz. Bu istənilən yaşda, 15-20 yaşdan sonra belə hər zaman ola bilir. Ən çox rast gəlinən əslində xoşxassəli hiperplaziyası, əslində tibbi termin belədir. Xalq arasında prostat adenoması dediyimiz xəstəlik. Bir də prostat vəzninin bədxəssəli böyüməsi, yəni prostat xərçəngi. Üçüncü qrupda ən çox rast gələn xərçəngidir. Bizə izləyicilərimiz yazıb, həkim axtardıqları zaman çox zaman bunu qeyd edirlər ki, Könül xanım, öncə elə bir həkimə yönəldin ki, o əməliyyat etmir, cərrah olmasın ki, məni dərmanla müalicə etsin. Əgər dərman müalicəsi fayda verməzsə, bizi bir cərraha yönəldin deyə bir təlaşları olar. İstərdim buna münasibətinizi öyrənək, doktor. Misal üçün, prostat vəzninin bu sadaladığınız xəstəliklərin dərman müalicəsi varmı? Hansı hallarda əməliyyat göstəriş olur, əməliyyat etməli olursunuz? Xəstələr təbii haqlıdırlar. Biz də hər zaman elə hər xəstə əməliyyat ehtiyacı və göstərişi yoxdur. Hətta əməliyyat etsək belə xəstə istədiyi səviyyədə bəzən şikayətləri keçmir. Yəni, xüsusən əvvəllər 50 yaşından sonra deyirdik. İndi xəstəliklər sanki gəncləşib, bütün xəstəliklər artıq 40 yaşından sonra gənc kişilərə ildə bir dəfə prostat müayinəsi elətdirin deyirik. Əslində bəsit müayinələrdir, yəni ciddi bir, ilkin olaraq sadə bir ultrasəs müayinəsi, sidik analizi və prostatın qanda prostat spesifik antigen dediyimiz bir qan testi var, PSA testi. Prostatın hazırki vəziyyətini və gələcəyini o müəyyənləşdirir. Bu xəstə tez-tez müayinədə olmalıdırmı? Əgər xüsusi bir ailə hekayəsi, ailə anamnezi yoxdursa, ilkin dəyərləndirmədən sonra xəstənin burada şikayətləri önəmlidir. Bəzən xəstələr bizə hazır müayinələrlə gəlir, ya WhatsApp-la göndərir müayinə nəticələrini və bizdən fikir istəyir. Mən bunlara deyirəm ki, burada 3 cür fikir deyə bilərəm sizin şikayətdən asılı olaraq. Deyə bilərəm ki, heç bir şikayətiniz yoxdursa və bütün müayinələriniz normaldır, bir il sonra təkrar müayinə olunun. Yox, sizin müəyyən sidiyə çıxma şikayətiniz var, xüsusən əvvəlki kimi sidiyə rahat çıxmıram, gecələr çox qalxıram, sidik axma tempim aşağı düşüb, daha çox ayaq yolunda qalıram. Bəzən maraqlıdır, bunları daha yaşlı xəstələrimizə yoldaşları deyir, həyat yoldaşları deyir ki, daha tez-tez gedir, daha gec çıxır. Xəstələrimiz bəzən gizlətməyə meyillidirlər ki, illa həkim birdən əməliyyat deyər. Bu xəstələrdə şikayətlərə uyğun ilkin müalicə veririk. Bəzən xəstə deyəndə ki, mən onsuz da bu dərmanları içirəm və dərmanla da mən rahat deyiləm. Bizdə belə prostat simptomatikası şikayətlərini dəyərləndirəndə xəstənin həyat keyfiyyətinə təsir edən momentlər, belə deyə bir terminimiz var. Həyat keyfiyyətinə təsir edir, dərmanla da xəstə məmnun deyil, rahat deyil. O zaman artıq xəstəyə tövsiyə edirik ki, əməliyyat olunsun. Mütləq hallar var, artıq burada xəstənin istəyi, əməliyyatdan belə deyim, dırnaqarası qorxusu və s. digər yanaşı problemlərə baxmadan əməliyyat tövsiyə edirik. Əgər bu xəstənin tam tutulması varsa sidiyində, kateterdədirsə, sidik hissəsində 100 mg-dan daha çox sidik qalırsa, böyrəklərdə artıq genişlənmə varsa, gələcək böyrək fəaliyyətində pisləşmə ola bilərsə, kreatin qalxma ehtimalı varsa ya da qalxıbsa artıq, sidik hissəsində daş yaranıb, tez-tez təkrarlayan sidikdə qanı var və tez-tez təkrarlayan sidik hissəsində infeksiyası var. Bir də sidik hissəsinin divarı qalınlaşıb, əlavə özünə bir cib yaradıb, buna divertikul deyirik. Bu halda xəstənin yaşı, ürək-damar sisteminə vəziyyəti imkan verirsə, bu xəstə birmənalı şəkildə bu və ya digər vəziyyətdə əməliyyat olunmalı. Yəni, bunun dünyanın heç bir yerində müalicəsi yoxdur.